ailənin idarə olunmasının qayda qanunları var. Öyrənən yoxdur. Ailəyə lazımi dəyər vermir, ona görə evdar qadın təhqir sayılır. Amma evdar, ailə o qədər dəyərli olmalıdır ki, evdar qadın rütbəsi özü bir yüksək rütbə olmalıdır ki, filankəs o hörmətə layiq olmalıdır ki, evdar qadındır. Mən demirəm qadın təhsil almasın, ictimai iş görməsin, ya çalışmasın, onlar olsun. Amma evdarlığı ayrıca bir məqam sayılsın qadın üçün. Bunlarla yanaşı. Evdarlıq ayrıca bir mövqe sayılsın. Ən hörmətli insanlar cəmiyyətdə evdar analar olsun. Bunu mən şişirtmək üçün demirəm. Ailə o qədər önəmlidir ki, ailənin önəmini, əhəmiyyətini başa düşsək, evdarlığın da dəyərini bilərik ki, nə qədər hörmətə layiqdir. Qadın başqa işlər görə bilər, amma onun ailədə olan xidməti o işlərdən az deyil ki, çoxdur. Savabı, dəyəri, qiyməti.